Putin G20 sammitinə qatılacaq. Rusiya prezidenti Mayamidə keçiriləcək G20 sammitində iştirak edəcək. Dmitri Peskov, bax Kremlin sözçüsündən bu dəqiqələrdə gələn bir xəbərdir. Mənə elə gəlir ki, bu Mayamidə keçirildiyi üçün Trumpla münasibətlər Alyaskaya getdi, ayağının altına qırmızı xalı sərdi, qarşıladı. Yəni Mayamidə keçirilir deyə gedir. Başqa ölkədə olsaydı hər halda risk eləməzdi. Çünki Trumpla bağlı bilirsiniz, Beynəlxalq Cinayət Axtarış Məhkəməsinin qərarı var. Amma G20-də də gedir bir poz verəcək hər halda. Bu da sıradan bir addım deyil. Əvvəllər biraz qınına çəkilmişdi. Buyurun. Çox təhlükəli addım atır. Bunun təbliğatı yükü var. Mən qorxmuram. Mən qorxmuram, bəli. İstənilən beynəlxalq məclislərə gedə bilirəm. Bəli. Mən belə ən az 90% ehtimalla deyə bilərəm ki, onu orada tutub qandallaya da bilərlər. Çünki belə bir ehtimal fürsəti əldən qaçırmayacaq. Beynəlxalq məclisi onun nüfuzuna xələl gətirmək istəməyəcəklər. Amma sakitcə onu götürə bilərlər. Qaldı Putinin belə meydan sulamasına zaten onun hamısı zəiflik əlamətidir. Zəiflik əlamətidir. Sən, indi siz dediniz də, onu sizin məlumatınızda. Bəli, indi paylaşıldı. 70 min terrorisi var ordunun, bəli. Mən o rəqəmi 3 dəfə yüksəltmək istəyirəm. 210 min terrorisi var. Çünki bunlar həmişə rəqəmləri ya şişirdirlər, ya azaldırlar. Orduya çağırış elan olunubdur. Və deyirlər ki, biz 3 milyonluq ordu yaradacağıq. 3 milyonluq. Kimdən yaradacaqsan? Bu rüyatlar 3 ayda özlərini müstəqil elan edib, müstəqil dövlət kimi aparırlar. Bir adam onlara bir çırtma vurmuyor, bir söz deməyir. Tataristan artıq müstəqillik aktını, layihəsini hazırlayıb parlamentə təqdim etmək niyyətindədir. O müstəqillik aktının müxtəlif nüsxələri, orada millətçilər prospekti var. O prospektin divarlarına yapışdırılır. Təxminən hər axşam 1000-dən çox millətçi prospektin bu başından təxminən 1 kilometrdən çox məsafədən o tərəfə gedir, bu tərəfə gəlir. Məqsəd nədir? Vuruş bunlar, çıxış eləmirlər, ondan sonra miting keçirmirlər. Sadəcə olaraq millətə çatdırırlar ki, biz varıq. Biz istənilən vaxtı çoxalarıq. Biz istənilən vaxtı itirilmiş torpaqları geri qaytarmağa hazırıq. Siz Rusiyanın quru bir cəsədi qalıbdır. Ondan qorxmayın. Çox yaxında olan zəfər yürüyüşlərinə hazır olun. Və eyni əhval-ruhiyyə Başqırtistanda da var. Hətta Başqırtistanda mən deyərdim daha radikal formadadır. Çuvaşlar var, Çuvaşlar Hristiyan olsalar da, Hristiyanlığa çevirirlər. Hristiyan olsalar da onlar da Türk millətindəndir. Onlar da Rusiyaya nifrət edirlər. Rusiyada biz demişik 28-dən çox Türk kökənli qövmlər var. Qövmlərin hamısının içərisində anti-Rusiya əhval-ruhiyyəsi çox genişlənirdi. İndi bu Putin G20-yə getmək istəyir. Mən sizdən eşitdim, son dünkü məlumatım. Mən də Peskovdan eşitdim. Xəbərlər indi paylaşılır, çünki Peskovun... Mən bu məlumatın dəqiqliyinə o qədər də inanmıram. Gedə bilməz deyirsinizmi?
gedə bilməz. Gedə Alyaskaya gedibsə Miami'yə niyə getməsin? Alyaskaya gedib. Alyaskaya Trumpla görüşə gedirdi. Burada 20 dövlətin başçıları var. Alyaskada Rusiyanın sərhəddi ilə Amerikanın sərhəddi arasında hətta buzların üstü ilə piyada keçmək mümkündür. İndi bu dünyanın işini bilmək olmaz. Mən onu bilirəm ki, bu saat Avropa həlledici, NATO'nun bayrağı altında həlledici hücuma hazırlaşır. Bu həlledici hücum sabah da ola bilər, birisi gün də ola bilər, amma bu il mütləq olacaq. Bu həlledici hücum nəticəsində NATO öz qoşunlarını Rusiyanın ərazilərinə çıxartmaq fikrindədir. Hələ siz deyirsiniz ki, Ukraynanın torpaqlarının azad edilməsi. Ukraynanın torpaqları azad ediləcək. NATO'nun qoşunları... NATO'da qoşun varmı? Hələ indi onlar, məsələn, o ölkələr ki var, tutaq ki, adlarını bir-bir çəkirik, Fransa, nə bilim, digərləri, hansılar ki, daha çox belə öncüllük eləyirlər Avropa, Almaniya olsun, o birisi olsun, bu biri olsun. Bunların ordusu, axı belə deyirlər, çox zəifdir, ümumdaxili məhsulun elə bundan sonra 5%-ni eləməlidirlər. 2%-nə zorla gücləri çatır. Rifah ölkələri idi da, yəni Qabil müəllim, onu demək istəyirəm. Bu rifah ölkələri heç vaxt hərbiyə pul ayırmayıblar. Bəzən belə fikirlər var ki, bu məsələni ona görə belə uzadırlar ki, Ukraynanı Avropa qabağa döyüşə itələyir ki, sən döyüş, mən özümü gücləndirim. Nə deyirsiniz bununla bağlı? Və Rusiya da ona görə onun hava məkanında at oynadır ki, bilir ki, onların o qədər də bu gücü yoxdur. Onu deyirəm ki, Almaniyanın paytaxtı Berlin şəhərində bütün küçələrə insanları könüllü surətdə Rusiya ilə vuruşmağa çağırır. Dünən belə bir xəbər var idi, bəli. Ona görə mən bu sözləri deyirəm ki, indiki Almaniya kansleri Rusiyaya nifrət edir. Və Rusiyadan özünün babalarının o fabrikant olublar. Onların, necə deyərlər, qısasını almaq istəyir. Bu saat Almaniyada dinc sənayinin, məsələn, Mercedes istehsal edən zavodda indi tank istehsal edilir. Leopard istehsal edilir. Bu saat tutalım ki, digər məişət texnikası istehsal olunan zavodlarda pulamyot istehsal olunur. Almaniya o hərbi büdcəyə ayrılan 5%-lıq vəsaiti 7%-ə qaldırmaq fikrindədir. Zəngin ölkədir, varlı ölkədir. Sonra Fransa artıq Odessa ətrafına 3000-ə qədər özünün qoşununu göndərib. Deyirsiniz, Fransanın 400.000 qoşunu var. 400.000. Adicə bu nədir? Finlandiya deyirik də, Finlandiyanın. Özü də həddindən artıq sülh ölkəsidir. Ağzambaqlar ölkəsi deyilir. Ağzambaqlar ölkəsi. Bir dəfə Rusiyanı bilirsiniz də, müharibə ərəfəsində yaxşıca burnunu ovdu. İndi orada şüarlar səslənməkdədir. Rusiyanın burnunun yenidən ovulmasına hazırsınızmı? Hər yerdə deyirlər, hazırıq. 3 Pribaltika Respublikası hamısı qoşununu hazırlayırdı. İndi siz deyirsiniz, yəni Pribaltika bir 100.000 yox, çox. 300.000 qoşun çıxarda bilməyəcək. Olsun 200.000 qoşun çıxarda bilməyəcək. Rusiyada yoxdur bunlar. Hay-küy, bağırıb, bağırıza baxmayın. Rusiyanın yalanı deyirlər 3 milyonluq qoşun hazırlayır. Kako 3 milyonluq qoşun? Sənin heç 1 milyona çata biləcək əskərin yoxdur, olmayacaq, heç zaman olmayacaq. Sən qara günlərin üçün yaşa gedən ay kişi, o günlər ki, geri qayıdan əskər gəlib tüfəngini sənin vayenkomların, ondan sonra nə bilim kimlərin qapısına diriyib deyəcək, Svoloçi, daytı nam yedi.
köpək uşağım bizə Yemək verin. yemək verin. Və yaxud da ki, qubernatorların qapısına güllələyəcəklər. Rusiya o günlər yaşayacaq. Orada da Rusiyada da 174 millət var. O millət və xalq sakit durub baxacaq ki, görək Rusiya öz taleyini necə həll edir. Bunların içərisində sözsüz ki, bu da olacaqdır.